Bu dəfə InDesign'da obyektlərin align və distribut olunması, yəni səhifə üzərində müəyyən nizamla düzülməsi mövzusuna nəzər salaq. Bunun üçün də ənənəvi misal, tutaq ki, bir kvadrat, daha doğrusu dairə çəkək və Shift X eləyək, dairənin konturları ilə daxili rənglərinin yerini dəyişək. Və bu dairədən olsun hələlik ki 3 dənə. Bizim ümumiyyətlə InDesign'da obyektimiz, sənədimiz daha doğrusu ancaq belə şaquli istiqamətdə olmalıdırmı? Xeyr. Document Setup'a girsək və bizim səhifə düzənini, səhifə nisbətini dəyişsək bu şəkildə. Vertikal şaquli səhifədən üfüqi səhifəyə keçmiş olaraq. Deməli belə, yəni bunu sırf ona görə elədim ki, səhifədə daha çox obyektimiz yerləşsin. Balacalaşdıraq və doğrudan da fərqli düzülüşə malik 5 amma eyni ölçülü obyekt bura yerləşdirək. Və bunlar biz istəyərdik ki, bir düz xətt üzrə düzülsün. Yəni belə dağınıq biri yuxarı, biri aşağı görüntüdə deyil, bir düz xətt üzrə nizamlansın. Ümumiyyətlə dizayn prosesi əslində həm də budur. Bizə verilmiş müəyyən bir məhdud səhifə üzərində obyektləri müəyyən prinsiplə düzməklə məşğuluq. Ümumi belə baxsaq dizayn prosesinə. Və bu işdə də bizə elə bu gün öyrənəcəyimiz align və distribute funksiyaları, mövzuları bizə kömək edəcək. Və bir düz xətt üzrə düzmək istəyiriksə, əslində align və distribute ilə bağlı ikonlar bizi yuxarıda gözləyir, amma yenə də aşkar görmək üçün, tam belə fokuslanmaq üçün gəlin biz Windows-dan, oradan Object and Layout-dan Align pəncərəsini açaq və əlimizin altında burada görülsün. Və təzə başlayanların həmişə nə üçünsə obyektləri bir səhifədə müəyyən ox üzrə, müəyyən xətt üzrə düzmək daha doğrusu, yəni çətinliyə salır, çaşdırır. Halbuki əslində bizim buradakı ikonlarımız kifayət qədər məntiqlə hazırlanır. Yəni bu dairələri bir düz xətt üzrə bax, üfüqi istiqamətdə düzmək lazımdırsa təzə başlayanlar hər şey burada tıklayır. Yox, onu eləmək lazım deyil. Baxın, yəni bir düz xətt üzrə üfüqi istiqamətdə hansı ikonda görürsünüz. Yəni burada yuxarıdan aşağı. Demək ki, bizə bu lazım deyil. Bizə bax bunlar lazım. Çünki xəttləri bir istiqamətdə düzülür. Hal-hazırda bizdə obyektlərin ölçüləri, qabaritləri eyni olduğuna görə istənilən birini, üçündən birini basa bilərik ki, obyektlərimiz bir xətt üzrə düzülsün. Əgər geri qaytaraq, əgər obyektlərimizin hündürlükləri bir-birindən biraz fərqlənərdirsə, o zaman buradakı, yəni birində yenə böyüyək, buradakı üçünün arasında bir fərq var. Yəni bir düz xətt üzrə bu düz xətt hardan keçsin obyektlərin, yuxarısındanmı, aşağısındanmı, mərkəzindənmi? Bu onu təyin edir. Yuxarına bastım, görürsünüz sanki yuxarıdan bir düz xətt keçdi və ya tutaq ki, aşağıdan bir düz xətt keçdi. Və ya bunların mərkəzindən bir düz xətt keçdi. Amma biraz əvvəl bizdə sferalar, daha doğrusu dairələr eyni ölçüdə idi. Heç bir fərqi yox idi. Yəni üçünü də bassaydıq bir düz xətt üzrə bunlar düzüləcəkdilər. Və bir də bunun tərsinəsi var. Gəlin bu dəfə bunlardan xilas olaq. Və bu dəfə də yenə xaotik istiqamətdə bu şəkildə obyektlər düzək. Hətta nə bilim, tamam fərqli, hətta artboarddan bəlkə kənarda da olsun. Və bu 4 dairənin 4-ünü də götürək və deyək ki, üstdən aşağı, yuxarıdan aşağı bir düz xətt üzrə düzülün. Tamam, yuxarıdan aşağı gələn xəttlər hansılardır? Bunlardır. Ona görə də götürək bunlardan birini, gəlib bunları tıklamaq lazım deyil. Bunların işi üfüqi istiqamətdə düzməkdir. Bizə isə yuxarıdan aşağı düzmək lazımdır. Əla, götürək elə vuraq tutaq ki, mərkəzi, yəni mərkəzi oxlarına nəzərən obyektləri hamısının o əhatə elədiyi ərazidə, ortada bir yerdə bunları düzdür. Biz əslində obyektləri düzürük də, onların arasındakı məsafələri də düzməyə lazımdır ki, bir nizam, intizam, bir sistemlilik yaransın. Align'dan sonraki ona görə bizim ikinci mövzumuz da budur, distribute, bölüşdürmək. Obyektlərin düzülüşünü, ara məsafələrini və s. bölüşdürmək. Məsələn, mən istərdim ki, bunların ara məsafələri eyni olsun. Hal-hazırda biri çoxdur, biri azdır, biri daha azdır, obyektlər kifayət qədər üst-üstə düşürdü. Buradakı bu məsafəni bölüşdürmək üçün, yəni obyektlər üstdən aşağı düzülüblər, doğrudur. Gəlib hər halda bunu tıklamayasınız da bunlar çünki obyektlər görürsünüz, düzbucaqlar yan-yana dayanıblar. Bizə isə düzbucaqların yuxarıdan aşağı düzüldüyü variant lazımdır. Ona görə yenə də eyni qaydadan ölçüləri eynidir. İstənilən birini tıklasaq, avtomatik obyektlərin əhatə elədiyi bu ərazidə onların ara məsafələri bölüşmüş oldu. Burada bir dənə başqa bir, üçüncü bir hal var. Yəni təzədən üfüqi istiqamətdə də gedə bilərik, yaxşı təməlli eləməyə gedək. Yəni bunlar bu şəkildə xaotik formada dağılıbdır. Birinci bunları bir düz xətt üzrə düzək, tamam, düzdür. Qaldı ara məsafələr, tamam, ara məsafəni də bölüşdürərik. Əslində kifayət qədər asan mövzudur, amma bir balaca təzə başlayanlar panik rejimdə bu məsələyə yanaşdıqlarına görə aləni vururlar bir-birinə. Gələk indi maraqlı olacaq növbəti mövzu, distribute spacing. Yəni bölüşdür, obyektləri yox, ara məsafələri bölüşdür.
Bunu mən sevirəm bu şəkildə izah eləməyi. Hətta burada bəlkə də eyni obyektlərlə getməyi də biraz işin içinə düzəltib qataq. Shift X, Shift X. 4 dənə belə bir obyektimiz var. Nə bilim, hətta bəlkə yerlərini dəyişmək olar. 4 obyektimiz var. Götürdük. Bunlar üfüqi istiqamətdə bir düz xətt üzrə mərkəzi oxlarına nəzərən düzülsünlər. Tamam. Xətt belə gedir, xətt belə gedir, xətt belə gedir. Mərkəzi oxdursa o zaman dank vurdıq, avtomatik bir düz xətt üzrə düzüldülər. Gözəl. Bunları distribut eləyək. Götürək yan-yana olan obyektləri distribut eləyək. Amma nə görürük? Görürük ki, sanki bunların ara məsafələri bölüşdürülməli idi, amma əksinə bu getdi birazdan onun üstünə çıxdı. Burada məsafə 1 kilometr qalıb. Bunu necə həll edə bilərik? Əslində distributing düz baş veribdi, yəni ki, düzgün reallaşdırdı InDesign bunu. Çünki biz əgər obyektlərin mərkəzindən bir nöqtə götürsək, o birisi obyektin mərkəzinə qədər məsafəni ölçsək, doğrudan da hər obyektin mərkəzindən o birisinin mərkəzinə qədər məsafə hal-hazırda eynidir. Sadəcə biri çox böyük, biri enli, biri balaca olduğu üçün o mərkəzlər arasındakı məsafə bölüşdürülüb, amma biz isə istəyirik ki, yox, ara məsafələr bölüşdürülsün. Hə, belə olduğu halda bizə digər bölümü olan distribute spacing, yəni ara boşluqları bölüşdürmək lazım gələcək. Yan-yana düzülmüş obyektlər, yəni ki, bundan söhbət gedir, avtomatik. Bunlar arasındakı məsafə bu şəkildə bölüşdürülmüş oldu. Bir də başqa bir məqama da toxunmaq lazımdır, o da align to məsələsi. Yəni hal-hazırda görürsüz burada üzərinə gətirəndə o açılan bizə yardımçı mətndə izah eləyir ki, align to spacing, yəni obyektlərin əhatə elədikləri əraziyə görə alignment baş veribdir. Bu nə deməkdir? Yəni bizim burada əslində siyahını açsaq kifayət qədər belə deyək ki, seçim imkanımız var. Məsəl üçün, mən istərdim ki, mənim obyektimin birincisi düz gəlib o səhifənin kənarında dayansın. Digər obyektim də biraz uzaqlaşdıraq ki, görünsün. Digər obyektim də səhifənin düz kənarında dayansın və onların arasında bölgü baş versin. O zaman nə edəcəm? O zaman götürürəm bunları align to, yəni bərabərləşdir. Nəyə nəzərən bərabərləşdir? Əvvəl obyektlərin əhatə elədiyi sahəyə görə bərabərləşdirilir. Məsəl üçün mən deyirəm ki, align to page. Səhifəyə görə, səhifəyə nəzərən bərabərləşdir. Və indi distribute edeyim, deyim, ara məsafələri bölüşdür. Və distribute elədiyim anda nə baş verdi? Birinci obyekt getdi ən kənara, sonuncu obyekt ən kənara və digərləri də mərkəzi oxlarına nəzərən distribute olundu. Eyni şey bizdə distribute spacing ilə də bağlıdır. Yəni bir sözlə biz nəyə nəzərən distribute eləyirik və ya align eləyirik, onu biz buradan seçim eləyə bilir, seçə bilirik. Biz obyektləri əvvəldən align eləyəndə bir neçə obyektlə işlədik. Bu əslində tək obyekt üçün keçərlidir. Təbii ki, distribute yox, artıq align bir obyekt üçün keçərlidir. Məsələn, sizin bir obyektiniz var, istərdiniz ki, avtomatik düz gəlib səhifənin mərkəzində dayansın. O zaman nə etmək lazımdır? Obyekt götürülüb, əmin oluruq ki, burada align to page aktivdir və ona görə də center elədik, align to center, avtomatik üfüqi istiqamətdə obyekt mərkəzə gəldi. Və bir də bunu edirik, avtomatik vertikal şaquli istiqamətdə mərkəzə gəldi. Yəni 2 tıkdan sonra obyektimiz gəldi, düşdü bura. Bir daha göstərirəm, kənara çəkdik, orta və orta, qalxdı yuxarı dayandı. Məsələn, aşağı sol tərəfə keçirək. Harada olmağından asılı olmayaraq. Aşağı, sol. Niyə aşağı? Çünki xətt aşağıdadır, sol çünki sol tərəfdədir. Yəni bu 1-2 dəfə məşq edəndən sonra əzələ yaddaşı formalaşacaq və bu align distribute'dan artıq siz avtomatik istifadə etmiş olacaqsınız. Burada faydalı olan məqamlardan biri də bu margindir. Margin mövzusuna hələ girmədiyimizə görə burada align to margin məsələsinə gəlməyək. Amma məntiq onsuz da eynidir. Margin keçəndən sonra artıq başa düşəcəksiniz ki, page ilə margin arasında nə fərq var. Ümumiyyətlə onu deyim ki, bölüşdürülmə, alignment və s. səhifə kənarında deyil də bu təhlükəsiz məsafələrin daxilində baş verəcək. Amma burada faydalı olan başqa bir şey də var. Məsəl üçün, sırf Illustratordan fərqli olaraq InDesign'da bu məsələ əlavədir. Biz 2 dənə də əlavə səhifə qataq bura. Bizim nə qədər tək səhifəmiz var idi. Və bizim artıq bir qoşa səhifəmiz var ki, biz buna deyirik spread. Gözəl. Biz bu dairəni istənilən obyektdən söhbət gedir. Bu foto da ola bilər. Mətn blok ola bilər. Qrafik obyektlər, vektor obyektlər ola bilər. Heç bir əhəmiyyəti yoxdur, heç bir fərqi yoxdur. Biz dairəni istərdik ki, bu 2 qoşa səhifənin düz mərkəzinə ataq. Hətta bu bəzən, nə bilim, dramatik ölçülü bir obyektlər ola bilər, əksər hallarda daha doğrusu. Ona görə biz götürdük bunu, gəldi align to'ya, deyirik ki, ey InDesign,
bu dairəni bu InDesign'dan, daha doğrusu bu qoşu səhifədə mərkəzə yerləşdir. Ona görə biz align to page olsa mərkəz eləsək, gəl bu səhifənin mərkəzinə yerləşdirəcək. Və ya digər səhifəyə keçək, orada bir dəfə tıklayaq. Mərkəz, gəldi bu səhifənin mərkəzinə align elədi. Amma mən burada align to spread eləsəm və kənarda bir yerdə olsa və indi center mərkəz eləsəm, avtomatik iki qoşa səhifənin, yəni spreadin mərkəzinə doğru bunu align eləmiş olacaq. Ona görə burada seçim çox önəmlidir. Elə seçimdən danışmışkən gəlin burada o zaman aktiv istifadə edəcəyimiz başqa bir obyektdəndir, başqa bir metoddan danışaq. Altla duplikatını çıxardıram, fərqlənsin deyə, sadəcə fərqlənsin deyə. Dairənin ölçüsünü və rəngini biraz dəyişək. Mən istəyərdim ki, mənim obyektim gəlsin düz bunun mərkəzində dayansın. Biz bunu əllə eləyə bilərik. Smart qayıtlar mənə onsuz da kömək eləyir ki, görürsünüz, bu şəkildə obyekti gətirim, digərinin mərkəzinə atım. Amma bunu avtomatlaşdırmaq olar. Əgər mən hər ikisini götürsəm və burada spread deyil də bizim ilkin başladığımız kimi align to selection-dan davam eləsəm, yəni seçilmiş obyektlərə nəzərən align elə, center elədiyim anda nə baş verdi? Tamam, istədiyim baş verdi. Nəticədə yenə də mavi dairə, göy dairə, qaran gəlib mərkəzində dayandı. Geri qaytaraq. Amma mən sizə istərdim ki, qara yerini dəyişməsin. Ta ki siz bir mərcinlə işləyirsiniz, sistemli şəkildə qara üçün bir yer təyin eləmişsiniz. İstəyirsiniz ki, qara yerini dəyişməsin. Bu zəhmət çəkib getsin ora. O zaman nə etmək lazımdır? Hər ikisini seçdi, select elədi. Ondan sonra onun üzərinə bir dəfə də tıklayırıq. Fikir versəz, bizim obyektimizin alignmenti, obyektlərimizin alignmenti selection-dan avtomatik düşdü key object-ə, yəni açar obyektə. Bunun açar obyekt olduğu nədən bilinir? Ətrafındakı bu möhtəşəm 1 kilometrlik mavi çərçivədən. Bir daha göstərirəm. Adi halda biz select eləmişik. Vizual fərqləri yoxdur ikisinin arasında, seçimdə. Bunun üzərində bir dəfə də tıkladım, avtomatik qalınlaşdı. InDesign'a görə artıq açar obyekti və mən mərkəz eləsəm, ikinci dairə gəlib düşəcək birincinin mərkəzinə. Bizim burada siyahıda başqa nəyimiz var? Mərcinə ümumi toxunduq, page toxunduq, spread toxunduq. Bu da artıq biraz texniki məsələyə gedir. Başlanğıcı, yeni başlayanlar üçün bu çox da maraqlı, yəni ən azından ilk başda praktik olmayan bir mövzudur. Ona görə də align distribute mövzusunu bu şəkildə tamamlayaq və sizə də növbəti tapşırıq mahiyyətini başa düşmək üçün əsla panik şəkildə nəyə gəldi belə tıklamadan bir neçə fərqli obyektlər çəkin. Obyektlər yenə deyirəm, bu dairə olmaya da bilər, mətn və ya şəkil də ola bilər. Biz sadəcə hələlik ancaq sadə vektor obyektləri idarə edə bilirik. Ona görə sadə vektor obyekt çəkin və onları qoşa səhifədə, mərcin daxilində, selection və key object-ə nəzərən align eləyin, distribute eləyin. Əliniz bu ikonlara öyrəşsin, onların mahiyyətini başa düşün ki, rahatlıqla növbəti mərhələyə keçək, növbəti dərsdə görüşərik.